Quran-ı Kərimdə neçə yerdə Allah buyurur, Allah sevir, neçə yerdə də nə deyir? Deyir, sevmir. O xüsusiyyətlər olmasın. O nədir? İnnəllaha yuhibbu təvvabin. Allah neyniyir? Tövbəkarları sevir. Neyniyir? Mütətəhhirin deyir. Pakları sevirəm, özünü paklayanları sevirəm. Bunları sevirəm, amma nə deyir? Deyir ki, İnnəllaha la yuhibbud dalimin. Allah zalimları sevmir, zülm əhlini sevmir. Sonra buyurur ki, mufsidin, fəsad eləyənləri sevmir. Allah günah eləyənləri sevmir, musrifin sevmir, israf eləyənləri sevmir. Təkəbbür əhlini sevmir, fəxr eləyən əhli sevmir.